Bəzən evdə bir övlad olur ki, bütün ailəni incidir. Xüsusilə atanın, ananın qəlbini qırır. Ata-anaya da demək olmur ki, vaxtında düzgün tərbiyə eləydin. Çünki bəzən görür ki, doğrudan ata-anada problem yoxdur. Ata-ana əlindən gələni eləyiblər. Problem uşaqdadır. Yəni ata-ana o biri övladları necə tərbiyə eləyibsə, bunu da elə tərbiyə eləyib. Bəs necə olur o biri övladlar çox yaxşıdır, heç bir problemləri yoxdur. Amma bu övlad çöldə dava salır, davamlı başqa insanlarla bir problem yaşayır. Hətta bəzən işi polisə belə düşən övladlar var. Ata-ana bir ah çəkir və o övladı özü üçün bir dərd olaraq görür. Baxın, belə bir ata-analara deyirəm ki, heç narahat olmayın. Siz yenə də öz məhəbbətinizlə, o mehribanlığınızla övladınızın üzərində qalın, onu tərbiyə edin. Özəlliklə çalışın övladlarınızı pis insanlardan, pis dostlardan uzaq saxlayın. Çünki onları xarab edən daha çox elə o pis dostlardır. Heç kəs pis dost qədər insanda mənfi təsir qoymur. Səbirli olun, təmkinli olun. Allah Taala'dan istəyin o övladınızın tərbiyəsi üçün dualar edin. İnşallah kömək olacaq və təbii ki, bu məsələlərdə müşavirdən, psixoloqdan da kömək alın. Çünki bəzən hər şeyi özümüz eləyə bilmərik. Biz hər sahədə də bacarıq sahibi deyilik. Bir mütəxəssisdən bu mövzuda kömək alsanız, inşallah övladınız da o düzgün yolda qalar Allahın köməyi ilə təbii ki.